Əbu Bəsir soruşur İmam Sadiq əleyhissalamdan, Yəbnə Rəsulallah, ay Peyğəmbərin övladı. Camaat deyirlər ki, əgər Əli həqdirsə, bəs Əhl-i Beytin və Əli əleyhissalamın adı Quranda niyə gəlmir? İmam Sadiq əleyhissalam deyir ki, onlara denən, Quranda namaz əmri olunub, onun təfsirin Ağa Rasulullah bəyan eləyib. Zəkata əmr olunub, təfsirin Ağa Rasulullah bəyan eləyib. Həcc əmr olunub, amma cüz'iyyatın Ağa Rasulullah bəyan eləyib. İmamət məsələsi, vilayət məsələsi qeyd olunur. Xudavənd Mütəal Qur'an-ı Kərimdə buyurur ki, Ətiullah və Ətiur Rasul və ulil əmri minkum, itaət eləyin Allaha və onun Rəsuluna, əmr sahiblərinə. Və buyurub ki, mən kuntu Mevlahu fəhada Əliyyun Mevlahu. Hər kim mən onun mövlasıyam, Əli də onun mövlasıdır. İnni tarikum fikum müstəqələyin kitabəllah və itrəti. Bu hədislər vasitəsilə Ağa Rasulullah bəyan eləyir. Bəs buradan belə nəticə alırıq ki, Qur'anın təfsirə ehtiyacı var. Qur'anın tərcüməsi ilə başa düşmərik, təfsirə ehtiyacı var.